ata-analardan da xahiş edirəm ki, qarğış eləməsinlər, xüsusən atalar. Analar emosional olur, bəzən dildə deyirkən, tikə-tikə olasan, sağ gəlməyəsən, neynəməyəsən deyir, amma soruşsan ki, doğrudan tikə-tikə olsun, deyər yox. O elə həmin məqamda da deyər yox, amma deyir də indi qadındır. Amma kişi xüsusilə, ata-ana, ata xüsusilə diqqətli olmalıdır bu məsələdə. Bir-iki dənə bu elə alimlərin həyatından da bir alim var, Mövləvi adında. Deyir, bir adam gəldi yanına, dedi ki, mənim qoca yaşımda artıq yaşlaşıram, övladım olmayıb. Deyir, getdim, övlad olmaq üçün dua aldım. Bilməm, o alimin adını unutmuşam, ondan soruşdum, deyir, mənə dedi, nə qədər deyirəm, xeyri yoxdur. Deyir, əvvəl buna təsəlli verdi, dedi ki, o tərəfdə inşallah əvəzini verərlər, filan. Deyir, bu gedəndən sonra dedi ki, atasının bədduasıdır, atasını narahat edib, deyib, Allah nəsli kəssin, kökün kəsilsin, deyib. Öz atası o övlad üçün, kökün kəsilsin, deyib, vəssalam, deyir, heç kəsin zikri kömək eləməyəcək. Peyğəmbər də deyə, zikr öyrədə, zikirlə düzəlməyəcək, xeyri yoxdur.